Əleyhissalam da deyir ki, siz haçan görmüsünüz ki, mən bir dənə pis iş görəm, mən haçan görmüsünüz, bir dənə səhv eləyəm. And olsun Allaha deyir, əgər 7 dənə iqlimi mənə bağışlayalar, qarışqanın ağzından arpanın qabığını almaram. Özü arpanın özünü də demir, qabığını almaram. Bu adamın heç nəyə təbənnası yoxdur, heç nədə tamahı yoxdur. Deyir İbn Abbas, bu çarıq biz görməmişik də çarıq. Amma qədimdə mal dərisini belə büküb tikərmişlər. Güya o, məsələn, bugünkü gün ayaqqabısıymış. O elə, məsələn, bir balaca köhnəldi, turlanıb təzəsin. Əleyhissalam o çarığı yamayır, yamaq vurur ona. İbn Abbas bunun nə qədər qiyməti var? Deyir, yəni onun heç qiyməti yadı yoxdur. Hələ sən ona yamaq vurursan, mən təəccüb edirəm, sən onu niyə yanmayırsan? Yaxşı, Əleyhissalam da onu yanmayırdı, geyirdi ki, o bir dənəsini başqası geysin də. Təzə köynək almışdı özünə, təzə deyəndə ki, gedib belə, səndə bugünkü deyəndə, brend köynək ya da almamışdı. Elə adi bir dənə sadə köynək almışdı, gəlir, qəmbər gəlir. Geymək istəyəndə verir qəmbərə, öz köynəyin yanmayır, geyir. Ağa, niyə belə edirsən? Deyir, sən cavansan, sənin belə geymən indi yaxşıdır, sənə yaraşır bu, sən belə geyim, biz belə keçinə bilərik. İbn Abbas nə qədədir bunun? Deyir, heç qiyməti yox. Deyir, and olsun o Allah, sizə hakimiyyət eləmək bundan dəyərsizdir. Ya məsələn, bir yerdə də yenə İbn Abbasla danışır, deyir, İbn Abbas, and olsun Allaha, sizə hakimiyyət eləmək keçinin burnunun suyundan da mənim yanımda dəyərsizdir. Amma Allah əmr eləyib. Bilənlər, bacaranlar qabağa düşsünlər, bilməyənlərə neynəsinlər? Yol göstərsinlər, məzlumlara kömək eləsinlər, insan cəmiyyətin yaşamaqda zəhmət çəksinlər. Yoxsa birdən Allah bilənlərdən o əhd-i peymanı almasaydı, mən bu karvanın ipin atardım başına, birincisinin kasası ilə axırıncısını sulardım. O nə mənadadır, onu düzü mən çox belə fikirləşməmişəm. Yəni, belə də fərq eləməzdi mən, elə qarışardı, dəyərdi, amma Allah əhd-i peyman alıb ki, bilənlər neynəsinlər, bilməyənlər haqqı bərpa eləsinlər. Ondan sonra batillər adam aparsınlar, bidətin qarşısını alsınlar, cəmaata yaxşılığı göstərsinlər.